Python ilə data analizi dərsimizə xoş gəlmisən. Bu dərsimizdə NumPy kitabxanasından danışırıq. İlk olaraq data analizi üçün ən çox istifadə olunan Python kitabxanalarına nəzər yetirək. Birincisi NumPy kitabxanasıdır. Bu əsasən riyazi əməliyyatlara aparmaq üçün istifadə olunur. Digəri Pandasdır. Pandas özü NumPy üzərində qurulub, data manipulyasiyası, data təmizlənməsi, data analizi kimi əməliyyatlara aparmaq üçün istifadə olunur. Matplotlib və Seaborn kitabxanaları isə datanı vizuallaşdırmaq üçün istifadə olunur. NumPy özü numerikal Python, vektorlar və massivlər üzərində əməliyyatlar üçün istifadə olunur. İlk olaraq biz hansısa bir kitabxananı daxil etmək üçün, həmin kitabxana ilə Pythonda işləmək üçün import vasitəsilə onu daxil edirik. Import NumPy as mp yazaraq mən kitabxananı daxil edirəm və daha sonra NumPy-ın funksiyalarını istifadə edərək, onun üzərində işləyirəm. İlk olaraq biz listlərlə NumPy-ın fərqinə baxaq. Çünki belə bir sual yaranır ki, niyə NumPy-dan istifadə edirik? Biz Pythonda sadə listlər yaradaraq da müəyyən riyazi əməliyyatlar apara bilirik. Hələ ki bir list yaradaq və listlər üzərində riyazi əməliyyatlara baxaq. Daha sonra NumPy üzərində riyazi əməliyyatlara baxaq və fərqi özümüz görəcəyik. Pythonda A və B adlı iki list yaradıram. Birinci listim bu formada, ikinci listim bu formada. Daha sonra AB adlı boş bir list yaradıram. Bu list mənə həmin bu iki elementin hasillərini göstərəcək. For-la bir dövr qururam. Dövr qururam ki, məqsədim nədir? İki dənə listin uyğun elementlərinin hasilini tapmaq və onu yeni bir listə toplamaq. For-la dövr qururam. Dövr vasitəsilə A və B listlərinə müraciət edirəm və daha sonra ab.append yazaraq boş listə nəyə append edirəm? A-nın uyğun elementi ilə B listinin uyğun elementlərinin hasilidir və onu print edirəm. Görürəm ki, uyğun elementlər bir-birinə vurulub və bu formada çap olunub. Deməli, mən listlər üzərində riyazi əməliyyatları aparmaq üçün belə uzun bir kod yazıram, dövr qururam. Bu dövrdə mənim kodumun sürətini, yavaşlatmış olur. Ancaq NumPy massivi array yaradaraq mən həmin iki arrayın elementlərin hasilini tapmaq istəsəm, sadəcə arrayları NumPy vasitəsilə yaradıram və x vur y yazaraq sadəcə bir kodla həmin iki massivin uyğun elementlərin hasilini tapmış oluram. Deməli, NumPy-da arraylarla riyazi əməliyyatlar aparmaq listlərə nisbətən daha sürətlidir və daha praktikdir. Daha sonra belə eləyək. NumPy-da bir array necə yaradılır, buna baxaq. Array yaratmaq üçün sadəcə mp.array funksiyasından istifadə edirəm və mən massivimi yaradıram. Onu print eləyəndə görürəm ki, ekrana çap olmuş olur. Və arrayın tipinə baxmaq istəyirəmsə, NumPy-ın deməli type yazaraq tipini görürəm ki, end array formasında mənə qaytarır. NumPy-ın özünün tipləri fərqlidir. Pythondakı kimi deyil. Pythonda bilirik int, float, string, tuple, list və s. kimi tiplər mövcuddur. NumPy-ın özünün tipi fərqlidir. NumPy-da yaratdığım array end array tipində olur. Daha sonra mən əgər Pythondakı listin elementlərini, məsələn, hansısa bir Pythondakı listin özünü götürüb hansısa bir rəqəmə, ədədə vuranda nə edir? Bu listi vururam 2-yə, listin elementlərini 2 dəfə təkrarlamış olur. Bu riyazi əməliyyat sayılmır. Amma NumPy üzərində, NumPy ilə yaratdığım bir arrayı 2-yə vursam, onun uyğun bütün elementləri 2-yə vurulmuş olur. Bu formada hər biri 2-yə vurulmuş olur. Və bir daha mən NumPy array ilə Python listi arasındakı fərqi görmüş oldum. Və artıq bildik ki, NumPy-da massiv necə yaradılır. Mən götürürəm. Deməli, yazıram. Bir dənə ad qoyuram. Array bərabər mp.array vasitəsilə mötərizə açaraq, kvadrat mötərizənin içində də elementləri yazaraq mən istənilən bir array yarada bilərəm. Sonra biz NumPy-dakı massivləri sadəcə əllə daxil edərək yox da, avtomatik şəkildə də yarada bilərik. Məsələn, mp.zero'dan istifadə edərək mən bütün elementləri 0 olan bir array yarada bilərəm. Yazıram 10, dtype int. Bu deməkdir ki, 10 dənə element olsun, elementlərin hər biri 0 olsun və hər biri int tipində olsun. Bu formada mənə bir array yaratmış olur. Daha sonra random və randint, random metodunun daxilində randintdən istifadə edərək
Mən elementləri random olan bir deməli array yarada bilirəm. 0, 10, size 10 bu nəyi bildirir? Birinci yazıram ki, elementlər neçədən başlasın, neçəyə kimi. Yəni ki, elementlər 0, 10 arasında olsun, size da 10 olsun, elementlərin sayı 10 olsun. 0 və 10 arasında yerləşən random rəqəmlər ola bilər. Bu formada mənə yəni bir array yaratmış olur. Daha sonra NumPy-da ən çox istifadə olunan anlayışlar, bunları bilməliyik. Birincisi endimdir. Yenə belə bir rand int vasitəsilə bir array yaratmışam. Elementlər 5, 4, 9, 9, 1. İndi bunun üzərinə baxaq. Endim nədir? Bu əslində dimensiondur. Yəni ki, verilmiş massivin neçə ölçülü olduğunu mənə göstərir. A massivini yaratmışam. A nöqtə endim yazanda mənə 1 qaytarır. Niyə? Çünki massivin bir ölçülüdür. Neçə ölçülü olduğunu necə bilərik? Yəni funksiya yazmadan. Ümumiyyətlə dimension nə deməkdir? Bu formada görürük. Bir ölçülü massiv, iki ölçülü massiv və üç ölçülü massiv. Bir ölçülü massiv ancaq sətirdən ibarət olur. Ancaq sətir. İki ölçülü massiv, yəni daha doğrusu bir sətir olur. İki ölçülü massiv sətirdən və sütundan ibarət olur. Sətir və sütun istənilən saydır. Üç ölçülü massiv isə yalnız sətir, sütun, elə bil ki, üç ölçülü massivdə necə olur? Hündürlük də olur. Belə deyək, elə bil ki, bir ölçülü massivdə ancaq bir dənə arraydır. İki ölçülüdə bunun içərisində yenidən bir list deyək, list deməyək, array deyək, yenidən bir massiv var. Üç ölçülüdə isə onun da içində yeni bir massiv görmüş oluruq. Bir ölçülü bu formada, yalnız bir sətirdən ibarətdir. Ona görə dimension 1-dir. A nöqtə shape neyinir? Onun sətirini və sütununu mənə göstərir. Yalnız 5 dənə deməli elementi var, ancaq digər hissəsi boşdur. Çünki bir ölçülü massivdir. A nöqtə size elementlərinin sayını göstərir. Hansı ki bizim elementimiz, onsuz size özümüz 5 vermişdik. A nöqtə dtype isə massivin elementlərinin tipini göstərir. Data tipini. Int 32. Və onu da qeyd edeyim ki, massivin içərisində yerləşən bütün elementlər eyni tipdə olmalıdır. Listlərdən bir fərqi də budur. Listlərin içərisində istənilən tipdə məlumat saxlaya bilirdik. Float da olardı, int da olardı, hətta string da olardı, listin içində list da olardı. Ancaq massivlərdə, NumPy massivlərində NumPy ancaq eyni tipdə elementləri saxlayır arrayda. Yəni mən ancaq ya int tipində yazmalıyım elementlərimi və yaxud da ki, ancaq float tipində. Daha sonra reshaping anlayışına baxaq. Bu nədir? Biz yenə gedirik. Bir dənə bu formada olub. Deməli bir dənə götürürük. Array adında random şəkildə, yenə bunu artıq bilirik, random şəkildə bir array yaradırıq. Deyirik ki, 0-dan 10-a kimi olsun elementlər, size də 27 olsun, elementlərin sayı 27 olsun. Bu formada bir massiv yaradır. Bunu mən yenidən run edeyim. Və sonra biz istəyirik ki, bu bir ölçülü bir massiv yaratır da. Mən istəyirəm bunu iki ölçülü massiv eləyim. Deyim ki, məsələn 27 element deyil, bunu 3 sətir, daha doğrusu hətta 3 sətir 9 sütundan ibarət. 3 sətir 9 sütundan ibarət bir massiv halına gətirim. İki ölçülü massiv. Bunun üçün mən reshape'dən istifadə edirəm. Array.reshape 3 9. Bu formada gəlir bunları bölür, 3 3 bölür və daha doğrusu 9 9 bölür, 3 yerə bölür. 3 sətir 9 sütundan ibarət bir massiv yaratmış olur. Mən bura gəlsəm yazsam ki 3 sətir olsun, 10 sütun olsun. Bu mənə error qaytarır. Və yaxud da ki 2 sətir olsun, 9 sütun olsun. Yenə error verir. Niyə? Çünki 27 element 27-dirsə, bizdə bura reshape'in daxilində yazdığımız sətir və sütunun hasili də 27 olmalıdır. 27 2-yə tam bölünmür. Biz onu tam belə eşit şəkildə 2-yə bölərək elementləri düzəldə bilmərik. Ona görə bizim sətirlə sütunumuzun hasili size-ə bərabər olmalıdır ki, biz reshape funksiyasından istifadə edə bilək. Daha sonra isə index və slicinglərə baxaq. Index və slicing listlərdə də mövcuddur. Məntiq olaraq eyni o formada gedir. Biz yeni bir array yaradırıq. Bu səfər elementləri əllə daxil edirik. 10, 20, 30, 40. Deməli, bu yaratdığımız arrayın 0-cı elementi 10-dur. 1-ci elementi 20-dir. 2-ci elementi 30-dur. 3-cü elementi 40-dır.
4 elementi var, indeksləmə 0, 1, 2, 3 şəklində gedir. Mən desəm ki, ərayın 0-cı elementi 10 çıxır. Mənfi 1-ci elementi mənfilərdə necə idi? Axırdan əvvələ doğru. Mənfi 1, mənfi 2, mənfi 3 və mənfi 4. Mənfi 1-ci elementi deyəndə 40 çıxır. Daha sonra slicing necə aparılır? Slicingdə birinci yazdığımız row, yəni sətir, ikinci kolum, yəni sütun deməkdir. Biz əray 1, 2.4 yazanda necə olur? Birinci elementindən dördüncüyə qədər, dördüncü daxil deyil, üçüncü daxil olmaqla, yəni sonuncu yazdığımızı götürmür. Bu formada çıxart. Birinci elementi 20-dir, 1, 2, 3 çıxarır. 20, 30, 40. Sonra iki ölçülü masivə baxaq. İki ölçülü masiv ancaq sətir və sütunlardan ibarət olur. Burada baxırıq ki, 3 sətir və 4 sütun var. Biz artıq bu ərayı yaratmışıq. Bunu yaratmaq üçün, yəni yaradılma qaydası bu formadadır. Bunu print edirik və görür ekrana çıxır. Biz deyirik ki, əray 2 yazdım, 2 ölçülü masivdir. Bunun 0 və 1. Bu nə deməkdir? 0-cı sətirdə olan birinci elementini mənə göstər. Ümumiyyətlə, əraylarda necə gedir indeksləmə? Bunu bu formada göstərək. 2 ölçülü əraylarda indeksləmə necə gedir? Bunu burada göstərək. Deməli, biz deyirik ki, bu 2 ölçülü masivdir, 3 sətiri var, 4 sütunu var. Birinci sətirli element, 0-cı sətirli element, birinci və ikinci. Bu row'dur. Kolum isə burada yazıram. 1, 0 daha doğrusu 0, 1, 2, 3. 3 sətir, 4 sütun. İndi mən deyəndə ki, kvadrat mötərəzidə 0, 1, bu deməkdir ki, 0-cı sətirdəki birinci element, 0-cı sətirdəki birinci element, birinci hansıdır? 2. Mən 2 demək istəyirəm. Yəni ki, bu. Deyəndə ki, məsələn, 2, 2. Bu nəyi göstərir? İkinci sətir buradır, ikinci element də buradır. Yəni 11 demək istəyir. Cavab 11-dir. Bu formada 2 ölçülü masivlərdə indeksləmə bu cür gedir. 11-indi, sərgəsiz oldu. Keçək bura. Burada da bunu run eləyim. Görürük ki, 0-cı və 1-ci deyəndə biz həmin elementi 2, yəni 2 elementin qaytarmış olur. Daha sonra mən istəyirəm ki, həmin bu 2 ölçülü masivdə masivin 1, 2-ci elementi, yəni nədir 1-ci, 2-ci element? 1, 2 deyəndə biz gəlib 7 nəzərə tuturuq, düzdürmü? Bu elementi 20-dən əvəz elə. Əray 1, 2 bərabərdir 20. Və onu run eləyəndə görürük ki, həmin masivin birinci sətirinin ikinci sütundakı duran elementini 20 ilə əvəz eləyib. Yaxşı, bəs 20,7-dən əvəz eləsək necə olacaq? Bu zaman mənə görürsünüz, yenə həmin elementi 20 ilə əvəz eləyir. Və yaxud 30,7 eləyək. Həmin elementi 30 ilə əvəz eləyir. Niyə? Niyə deyib? Sual yaranır. Çünki bu sualın cavabını istəyirsənsə videonu dayandırıb özün də düşünə bilərsən. Çünki sualın cavabını əvvəlləri demiş ola bilərəm. Bayaq demişdim ki, masivlər, yəni NumPy-dakı əraylarda bütün elementlər eyni tipdə olmalıdır. Eyni tipdə element saxlayır. Ona görə də mən yaratdığım masivdəki bütün elementlər int tipindədir. Mən gəlib hansısa bir elementini float tipindəki bir elementlə əvəz eləmək istəyirəmsə, bu olmur. Error da vermir əslində. Gəlir həmin 30,7-ni float tipindədir. Float'u intə çevirir avtomatik olaraq 30. Gəlir həmin elementi 30 da əvəzləyir. Tamam, sonra isə baxaq slicing-ə. Slicing-i biz deməli bir element, bir ölçülü masivdə demişdik ki, slicing necə aparılır? Bunu demişdik. Bəs iki ölçülü masivlərdə slicing necə olur? Mən bu masivdə artıq son halı budur. Bu masivdə deyirik ki 2.0. Yəni bütün deməli birinci sütun olsun, 0-cı sütun olsun. Sütun 0-cı sütundur. Amma bütün elementlərini çıxart.
Sıfırıncı sütunun bütün elementlərini çıxardır. 1, 5, 9. Daha sonra 0, vergül 2 nöqtə. 2 nöqtə bilirik ki, yəni hamısı deməkdir də. Bu listədə də belədir. Sıfırıncı sətrin bütün elementlərini hamısını çıxart. 1, 2, 3, 4. Daha sonra 1 vergül 2 nöqtə. Bu da ki, yəni birinci sətrin bütün elementlərini çıxart. 5, 6, 30, 5, 6, ran eləsək düzələcək. 38. Bu formada çıxardır. Bəs yaxşı, müəyyən aralığı deyək ki, yəni filan sətrin filancı elementindən bu sütunun bu elementinə kimi çıxart. Bu zaman necə edirik? Bu zaman bu formada yazılır. Array row start, daha doğrusu sətrin başlanğıcı, sətrin sonunu qeyd edirik. Sütunun başlanğıcını, sütunun sonunu qeyd edirik. Bu necə olur? Bu kodu burada daha detallı baxaq. Belə yeni bir fayl açaq burada. Don't save. Deməli burada gələk. Bir bunu run eləyək. Ən sonuncu halı. Arrayın sonuncu halı. Və kodun nəticəsi də buradadır. Bunu da gətirək bura. İndi biz baxaq ki, burada indeksləmə necədir? Deməli, sıfırıncı sütun, birinci sütun, ikinci sütun, üçüncü sütun. Bura column yazıram. Burada sətirlərdir. Sıfırıncı sətir, birinci sətir və ikinci sətir. Bu hissədə sətirlərdir. Row yazıram. Və mən burada deyirəm, yazılıb ki, array 02, 03. Bu necə işləyir? Deməli, arxa eləyək. 02, 03. Burada nəyi göstərir? 0 göstərir ki, sətrin başlanğıcı və sonu, yəni 0 sətrin başlanğıcı, 2 sətrin sonu. Belə edək. Row end də bizə göstərir 2-ni. Sonra 0 burada column-un başlanğıcını, 3 isə column-un, yəni sütunun sonunu göstərir. İndi mən deyirəm ki, 0-2. Yəni ki, sətir olaraq 0-cı sətirlə, axı demişdik sonuncuları götürmür. Bu deməkdir ki, 0-cı sətirlə 1-ci sətiri mənə göstər, ancaq götür. Yəni ancaq bu sətri və bu sətri çıxart. Sütun olaraq da deyir ki, 0-cı sütunla 3-cü sütuna kimi, 3 daxil deyil də, 0, 1, 2 bu sütunları mənə çıxart. 0, 1, 2. Sıfır, bir, iki hansıdır? Deməli, bura kimi. Bax, bu hissə. Deməli, mən 1, 2, 3, 5, 6, 30 bunları çıxartmış olacam. Məncə artıq başa düşdük ki, iki ölçülü arraylarda indeksləmə, ya slicing daha doğrusu necə aparılır. Bu formada ən ortaq olan hansıdır? 1, 2, 3, 5, 6, 30. Sıfırıncı və birinci sətirləri çıxartdıq və ilk 3 sütunla bərabər. Sonra isə, yəni bu da o qayda ilə, həmin qayda ilə aparılır. Sonra fancy index, bu anlayışa baxaq. Biz dedik ki, indeksdə məsələn yazırdıq ki, array 1, array dedim, həmin yaratdığım massivin adını nəzərdə tuturam və A olsun, X olsun, fərqi yoxdur. A1 bu arrayın birinci indeks elementini, A5 5-ci indeks elementini çıxardır. Bəs yaxşı, məndə toplu bir ədədlər var. Məsələn, 1-dən 5 arrayda deməli 100 element var. Deyirəm ki, 20, 25, 30, 40, 45, yəni bir çox indekslər var ki, bu indekslərin hamısı, indeks elementlərin hamısı mənə lazımdır. Artıq bir-bir onları hər dəfə əllə daxil edə bilmərəm də. Ona görə fancy index anlayışına istifadə olunur ki, bir dənə X adlı bir deməli dəyişən yaradıram.
Burada listin içərisində yazıram ki, 1, 2, 3. Yəni həmin verilmiş ərayın 1, 2, 3-cü elementlərini çıxart. Və əray x deyəndə həmin massivin 1, 2, 3-cü elementlərini mənə göstərmiş olur. 5, 10, 15. Daha sonra deməli biz deyə bilərik ki, həmin yaradılmış bu massivdə hansı elementlər ki 5-ə tam bölünür, onları mənə göstər. Bu massivin elementlər arasında 20-dən böyük olanları göstər, 30-dan kiçik olanları göstər, nə bilim 40-a bərabər olanları göstər. Bir neçə şərt qoya bilərik və bu şərtlərə əsasən elementləri, yəni çıxartmaq istəyə bilərik. İlk olaraq bunu listdə necə edirik ona baxaq. NumPy istifadə eləmədən, əgər mənim bir listim varsa, həmin list vasitəsilə, yəni bu yaradılmış ərayın elementlərini mən istəyirəm ki, məsələn 30-dan böyük olanları göstərək. NumPy-dan istifadə eləməyərək. Bu əray artıq hazırdır. Bunun üzərində işləyək. Burada deməli elementləri hansılar ki 30-dan böyükdür, onları göstərmək istəyirəm. MyList adlı boş bir list yaradıram. Daha sonra for dövrü ilə həmin listə bu əraya müraciət edirəm. Bu əraya. For i-in əray. If-dən şərt qururam. I böyükdür 30. For i-in əray deyəndə i artıq nə olur? Əraya müraciət eləmişəm axı. I artıq bunun elementləri olur sırayla. If-lə şərt qururam ki, hər dəfə gəlib yoxlasın. I böyükdürmü 30-dan? Bir elementləri yoxlayır ki, hansı 30-dan böyükdür. Hansı ki, true'da onu gəlir MyList-də, boş bir listdə append eləyir. Və sonunda MyList-i çap eləyir. 30-dan böyük elementləri mən həmin listdə artıq görmüş oluram. Amma bunu NumPy vasitəsilə çox rahat şəkildə eləmək olar. Əray onsuz da bir NumPy ərayıdır. NumPy ilə yaradılıb. Ona görə yenidən yaratmıram. Əray böyükdür 30 yazanda nə edir? Bütün elementləri hansılar ki 30-dan böyükdür true yazır, 30-dan kiçiklərə false yazır. Həmin elementləri yerinə 30-dan kiçiklərə false yazıb, böyüklərə true yazıb. Elementlərin özünü çıxartmaq istəyirəmsə belə yazıram. Əray kvadrat mötərizənin içərisində əray böyükdür 30. Şərtimi kvadrat mötərizənin içərisində yazıram və o şərtə əsasən elementləri mənə göstərmiş olur. Və yaxud yaza bilərəm ki 30-a bərabər olan elementi, 30-dan fərqli olan elementləri, 30-dan kiçik olanları, kiçik bərabər olanları, daha doğrusu da kiçik bərabər olanları mənə göstər. Yəni istənilən şərti yaza bilərəm, bu formada mənə göstərə bilər. Deməli, listlə yazmaq üçün mən artıq bir dövr qurmalıydım. Ancaq NumPy vasitəsilə çox rahat şəkildə bir sətirlik bir kodla şərtə uyğun elementləri filtrləyə bilərəm. Sonra NumPy üzərində, NumPy vasitəsilə daha doğrusu, riyazi əməliyyatlara və statistik əməliyyatlara nəzər yetirək. X bərabərdir mp.array, özüm bir əray yaradıram, yəni əllə daxil edərək 1, 2, 3, 4, 5 elementlər bunlardır. Bu elementlər üzərində riyazi əməliyyatlar apara bilərəm. NumPy x-dir, x-i deyirəm vurur 5-ə, elementləri 5-ə vurur. Həmin elementlərin kvadratını tapmaq istəyirəm. X 2 ulduz və 2. Bu nə edir? Həmin elementlərin kvadratını tapır. Daha sonra x çıx 1 yazıram, həmin elementlərin hamısından 1 vahid əksiyini tapır. X üstə gəl 2 yazıram, həmin elementlərin üzərinə 2 gəlir. Və yaxud da ki, başqa bir əray yaradıram, y, x buradadır, burada y ərayını yaratmışam. Bu iki əray arasında müəyyən əməliyyatlar aparıram. X üstə gəl y, 2 ərayın cəmini tapır, x çıx y fərqini tapır. Daha sonra 5 hamısının fərqi. Daha sonra götürür, onların hasilini tapır və s. nisbətini tapır. İstənilən əməliyyatı apara bilirəm. Bunları mən statistik metoddan apara bilərəm. Statistik metodlar var ki, bunlardan biri samdır. Sam cəmləmə üçün istifadə olunur. Əray adlı yeni bir əray yaradıram. mp.array vasitəsilə mp.sum yazanda onun bütün elementlərini cəmləyir və mənə qaytarır. mp.min yazanda ədəd ortanı tapır. Cəmləyir və sayına bölür. mp.min yazanda minimum elementini tapır. Max yazanda maksimum, yəni ən böyük elementini tapır. Subtract yazıb array 2 yazanda hər bir elementin üzərinə 2 gəlir. Daha doğrusu 2-ni çıxır. Əd yazanda hər bir elementin üzərinə 1 gəlir və yaxud 4 də gələ bilər, istənilən ədədi gələ bilər. Bunu run eləyək. Ondan sonra
bunu run eləyək. Hər bir elementin üzərinə 4 gəlib. Biz əslində bura kimi keçirlərimizi bilsək, bizə kifayətdir. Bir data analitika lazım ola biləcək NumPy funksiyonallığı əslində bu qədər kifayətdir. Yenə də özün digər metodları, digər funksiyaları araşdıra bilərsən. Yəni praktikada işlədikcə daha çox funksiya qabağımıza çıxa bilər. Amma NumPy daha dərin, daha çətin riyazi əməliyyatları aparmaq üçün, daha çətin tənliklər olsun, hesablamalar olsun, bunları həll etmək üçün istifadə oluna bilir. Bunlardan birinə nümunə olaraq baxaq, əslində biraz nisbətən sadəsinə. Bir tənlikdir. Tənliyin 2 kökü var. Yəni 2 müxtəlif kökü var. 5x1 üstəgəl x2 bərabərdir 12. x1 üstəgəl 3x2 bərabərdir 10. Deməli, belə bir tənlikdir. Bunu riyaziyyatda biz xətti cəbir və analitik həndəsə o fəndə, daha doğrusu keçirilir daha çox bu cür tənliklər. Riyazi üsulundan yəni biz bilirik əslində bunu necə həll etmək lazımdır. NumPy-da bunu daha rahat şəkildə həll etmək olur. Bunun üçün nə edirik? Gəlirik hər bir x-in, hər bir kökün əmsalını yazırıq. x1-in əmsalı 5-dir, x2-nin əmsalı 1-dir. x1-in əmsalı burada 1-dir, x2-nin əmsalı 3-dür. Deməli 5, 1, 1, 3. 5, 1, 1, 3 bu deməli elementdir. Bunları element halında, yəni bir massivin daxilində yazırıq. A massivini yaradırıq. mp.array 5, 1, 1, 3 x-in elementləridir. Daha doğrusu x dəyişənlərinin əmsallardır. B adlı bir massiv yaradırıq. mp.array 12, 10. Bu da nəticələrdir. Nəticələri ikinci massivdə saxlayırıq və Linux solve metodundan istifadə edərək bu şəkildə köklər tapmış oluruq. Birinci aldığım mənim x1-dir, bu isə x2-dir. Bu və daha çətin də riyazi hesablamaları aparmaq üçün NumPy-dan istifadə etmək olur. Dediyim kimi, bizim bu hissəyə kimi, bura kimi bildiklərimiz bizə hələ ki kifayətdir. Növbəti videomuzda görüşərik.